Deməli, xarici yaddaş qruplarını müəyyən edin. Xarici yaddaşın birinci əlaməti nədir? D hərfi. Düzdür? Bəli, ikinci cəhətdir. Burada yazdım. FDD xarici yaddaşdır. Bir də nədir? Dedi. Sərtlik. 4, 5. Trimmer, bəli. Bu da Streamer. cavab 1, 4, 5'dir. Bu heç. Bəs FDD-nin həcmi nə qədər idi? 1 tam %44 144 Tam megabayt. %44. HDD-nin həcmi terabayta qədər. Terabayt. Streamerdəki ikinci nəslin xarici yaddaşıdır. Virus yoluxmur. İnformasiyanı maqnit lentinə yazır və ən etibarlı yaddaş qövsüdür. Kaset değil. Necə? Streamer kasetiydi müəllim. Hə, toy kaset. Hansı fikir doğru deyil? Sənəddə seçilmiş mətndən başqa bütün mətni çap etmək olar. Əksinə seçilmişi çap etmək olar. Seçilmişdən başqa yox. Bu səhvdir. Onda elə cavab budur. Deyir ki, Ctrl-N kursoru sənədin sonuna dəyişir. Düzdür? Doğrudur. Düzdür. Cari sənədin görünüş rejimləri view tabındandır. Görünüş view deyil. Düzdür. Hansıları idi? Web layout, outline, read mode, draft, Read mode, print layout. draft. Hansı görünüş rejimi idi ki, hər bir abzasın qarşısında müəyyən işarə qoyulurdu? Outline. Outline. Susmaya görə görünüş rejimi hansı idi? Print layout. Print layout. Bəli. Bu da yadınızdan çıxıb, bayağı keçmiş. Səhifəyə nömrə əlavə etmək. Səhifə sözünün Insert. ipi. Insert. Insert. Düzdür. Sənədin müxtəlif yerlərində olanları kontrolla, ardıcıl olanları shiftlə. Shift. 29-cu sual. Neçə sütun var? Sütun deyəndə hərfləri sayırsınız. B, S, D, E. 4 dənə. Neçə sətr var? 9 çıxar 2 üstə 1. 8. Neçə xana var? 8 vur 4, 32 dən. 32 dənə. USB nə deyir? USB Universal port. Universal. Yəni Universal port. 127 müxtəlif qrupu qoşulur. Ctrl Enter-də keçən dəfə keçdik. Mətnin yeni səhifədən başlayır. Bəli. Bu nəyin qısa yoludur? Page nəyin? Page break. Ay, sağ ol. Page break. Səhifəni kəsir, mətni yeni səhifədən yazır. Səhifə əlavə etmək də demək olar da, bunun üçün yeni səhifə də yaradır, özündən sonraki boşdursa. Utilitlər sistem proqramıdır, yoxsa tətbiqi? Mənim 29-a bir dənə baxaq. Utilitlər tətbiqi. Nəyə baxaq? 29-cu sual. Hə, Orada universal port deyildi. proqram yazmışam. Hə. B variant. Utilit rəsm yaradır ki, rəsmi paint falan yaradar. Bu yanlışdır. Bir yanlışdırsa getdi. Disklərin sürətini yaradırdı. Düzdür. Hansı idi? Backup. Ehtiyat Backup. sürət yaradan backup. Doğru. 2 düzdürsə cavabdır. Bax görsən A-da 2 Üçlü yox. düzdür. Arxiv C variantında yaradır. da 2 var. Düzdür. Maşını proqram dilinə çevirən nə idi? Translyator. Translator. Bu sistemdə instrumental. Instrumental. Instrumentaldır. Bu da getdi. Yəni cavab çıxdı da. Verilənləri bazası işləmək, bu da ki, aksiyona Tətbiqi. falan aiddir. VBIST tətbiqidir. Formatlaşdırma, defragmentasiya düzdür. 2, 3, 6. Elə suallar ki, yazasınız, variant çıxacaq. Bu asan idi müəllim. Ümumiyyətlə, valla Gülşən, qəbullar elə də çətin deyil. Orta səviyyədə çalışsaz 20 dənə, yəni 20 plusu rahat yazarsınız. Bu daha asan idi abislərdən. Bəli. Vektorizatoru biraz olar keçmişik. Line orada olacaq da. Bəli. O biri nə idi? Corel Trust yazılan. Vektorizatorla vektor redaktorlar eynidir, yoxsa yox? Fərqlidir. Fərqlidir. Vektorların hamısının içində o sözü Fərqlidir. var. Onlar vektor təsvir yaradır. Bəs vektorizator nə edirdi? Rasterı vektor. Rasterdən vektora Ay, sağ olun. Yaxınlaşdığında hansının keyfiyyəti aşağı düşürdü? Raster. Rasterın. Vektorda Rasterın. Düşməyən vektordur. Hansı daha çox yer tutur? Raster. Raster. Bax, müxtəlif, ümumiyyətlə yazıda saxlayın ki, bax, bu söz var ha. Bir dənə nəyə aiddir bu söz? Körpüyə aid. Başqa heç bir qrupunun tərifi belə deyil. Cavab körpüdür. Oksiyan hansı səviyyəsindədir körpü? Keçməmisiniz də. Körpü kanalın üstündən durulur. Oradan yadda saxlayın. Keçəcəyik. Sonra verilənlər bazasında müəyyən şərtə uyğun verilənlərin seçilməsi. Sorğu. sorğu.
Sorğu həyata keçirir. Seçmək sözündən sığ sözünü yad saxlaya bilərsən. Sorğudur. Bəs çap nəyin açar sözüdür? Çap. Hesabat, hesabat. Hesabat, çapdır. Hesabatın. Bəli. Tez-tez istifadə Makros. olunan Makros. Makrosdur. avtomatlaşdırmışdır. Avtomatlaşdırılmışdı makros. Verilənlərin daxil edilməsi, onlara baxış, Forma. verilənlərin saxlanması. Forma Cədvəl. aksesin hansı iki obyektindən düzəldirdik? Sorğunla. Sorğunla. Cədvəl. Ruhi sorğu. Bəli, dedik ki, bizə cədvəlin içində sorğular, suallar verilir ona görə. Akses proqramı verilənlər bazasının A hansı variantı. nedir? Realyasiya. Niyə? Çünki Realyasiya. akses Cədvəl. cədvəldir. Realyasiya cədvəllərə aiddir. Verilənlər bazasının neçə modeli var? Şəbəkə, Şəbəkə, Dörd obyekt Ya, Realyasiya, obyekt bölür, realyasiya, Realyasiya, hiyerarxi. hiyerarxi. 36. Maraqlı Yəni burada sualdır B bu. yazmışam. Nə? Ancaq bilmirəm. B. S yazmışam mən. S də Bax, burada deyəsən. problem nədir? Burada müəllimlərin işə qəbulu ilə magistratura bir-birinin yanında olmalıdır. Baxın, eyni sütunda olanlar və eyni sütunda olanlar eyni hüquqa malikdir. Sizcə burada informatika magistraturanın içindədir, yoxsa magistratura informatika mı? İnformatika magistraturanın. İnformatika Magistraturanın Onda birinci Məntiq də magistratura magistraturanın. qovluğunu yaradın başlayır. 4. Sonra mən magistratura qovluğunu açsam, oradan geri qayıda bilməyəcəm axı. Ona görə, məsələn, geri qayıdan əmri yoxdur bunların içində. Ona görə ardıca gəlməlidir, müəllimlər işə qəbulunu yarad. Müəllimlər işə qəbul. 5. Ondan sonra bax görsən, magistraturanın içində informatika var. Birinci yaradın olmalı, yoxsa açın. Yaradın. Açın olmalıdır. Mən bunu açmasam harda yaradıram? Birinci içinə girməyi də bunu. Ona görə gəlir magistratura qovluğunu açın. 3. Daxil olduq magistraturanın içinə. Sonra içində nə yaradırıq? İnformatika qovluğunu yaradın. İndi məntiq informatikanın içindədir, yoxsa yanındadır? Yanında. Yanındadır, yox. İçində olsa sağda yerləşərdi. Baxın, içindədirsə onun sağında yerləşir. Yəni magistraturanın sağında informatika var. Deməli informatika magistraturanın içindədir. Amma informatika ilə magistratura eyni hüquqludur. Onda sadəcə olacaq nə olacaq? Məntiq qovluğunu yaradın. Bəs təhlil nəyin içindədir? Məntiqin. Onda yenə gəlir məntiq qovluğunu açın. İçində nə yaradım? Təhlil qovluğunu yaradım. 4, 5, 3, 1, 2, 6. Nəsə çox oldu, 1 elə bil. Axırda 7 yazsaydınız. Magistratura qovluğunu 7 dənə açın. etməli var. İnformatika qovluğunu Bir dəfə bir yaradım. oldu. Axıra bir Bu dənə bir yeddidir, yazmışıq. hə, 7 hə. olacaqdı. 4, 5, 3, 1, 2, 6, 7 C variantı. Slayda hansı obyekti əlavə etdikdə Ribbon istifaçı interfeysində format alət təbi yaranmır? Bunun cavabı Table deməli. biraz 2019-a fərqliliyi var. Bəli, cədvəl əlavə edəndə dizayn layout açılırdı, format açılmırdı. Sualı biraz mübahisəlidir, ona görə düz də götürə bilərsiniz. Amma 38-ci sualı mən düşünürəm ki, burada B variantı. hamı düz yazır. B Nədir? variantı. B variantı. Ay sağ ol, B'dir. Bura baxmayın, bu heç vaxt sizə lazım deyil. Fikrinizi yayındırmasın. Elə-belə qoyublar. Birinci sütun nə olacaq? Şəhər, Bakı, Sumqayıt, Gəncə. İkinci sütun nə olacaq? Malın adı, düzdür. Boşluq. Niyə boşluq Boşluq, yaranır da? Çünki iki nöqtə dənə ayrıcı. Nöqtə bilən də var deyil. Bəli, iki ayrıcı var. Onun arası boş qalmalıdır. Sonra burada ayrıcı yoxdur. Stul, üçüncüdə bu Yox. gəlir. Dörddə Nə də var? mart. Yenə də boşluq. Bəli, yox, boşluq yoxdur, mart. Ya boşluq Martda sonra. Nə olsun, mart gəlir də. Boşluq burada olacaq o şey. Bax, burada. Belə olmalı. Axı malın adı Martdır axı. Nə olsun da, səhv düşüb. Yalnızca bu Hə. cədvəl qanuna uyğunluq pozulub da, biri boşdur. Ona qalsa burada da malın adı boş deyil, ona qalsa burada. Görsən səhv çıxır. Mən bu cədvəli başqa cür qurmuşam. Bütöv cədvəli də qura bilərsən. O biraz prosta uzun məsələdir. Həm də məntiqlə fikirləşin də, sizcə cavabda boşluq olmalıdır, yoxsa yox? Olmalı. rəngim. Boşluqda bir dənə Uyğunluğa görə beyrət də. olmalıdır hətta. Boşluqda bir dənə beyrət də, başqa yoxdur. Sonra arxiv faylları nə idi?
Həcmi C artırır, variantı. azaldırır. Müəyyən. Bəli, sıxırdıq onu, C həcmi variantı. azaldırır. Arxivləşdirəndə nəyin sayı dəyişmirdi? Sətirlərin, Sətir, simvol, bəli, səhifə, səhifə sayı, simvol sayı. Bir də nə dəyişir? İnformasiyanın həcmi. həcm. Slayd obyektlərinə verilmiş animasiya effektlərinin başlamasının da 100 dəfə yazmışıq. 3 forması var idi. With previews, on click, On after click, previews. after Burada previews. olmayanları soruşur. 1, 4, 6. 6. Bəs onların Devam. sürəti necə idi? Very slow, slow, medium, fast, very fast. Dördüncü nəslin element bazası. Böyük, çox böyük Böyük, Böyük, çox böyük çox böyük integral integral sistemlər. sistemlər. B variantı çaşdırıcıdır. Yarımkeçizlər yox, integral. Yəni Ə, keçmiş 2-dir. İnternetdə reklam yerləşdirmək. Banner. Banner. Banner olmalıdır. Banner. Sonra Domen. Domendir banner. yo banner. Banner Bəs lövhələri də domen deyirlər. almalı da əvvəlcə reklam üçün. Reklam banner diyor. Bu E, qlobal şəbəkələrdir. hə. A1 xanasını B2-yə köçürəndə nə dəyişir? Bir dənə hər Bir rəqəm hərf dəyişir. dəyişir, bir də bir rəqəmdir. Hərf Ay, də sağ ol. rəqəmdə. Sütunlar bir vahid sağa gedir, sətirlər də bir vahid artır. İndi mən bunun sütunu bir vahid sağa aparsam olacaq E olacaq. rəqəmi olacaq 4. 4. İndi sizə maraqlı sual verim. Bu dollar hər ikisinə aiddir, yoxsa yalnız yox, D-yə? deyə. Birinə, Yalnız birinə. deyə. Bəli, yalnız D-yə aiddir. 2 də Qarışırdı burada. Dollar artır deyil, olur 3. Bəs nə olsa 2 də dəyişməyəcəkdi. Dollar Dollar olsaydı olsaydı. ki, Zaten yəni dollar olsaydı. Bəli, qabağında bir dənə də dollar olsaydı. İş kitabının vərəqlərini silmək. İş kitabında deməli yadda saxlayın. İş vərəqindən nə iş görürsünüzsə, cavab home'dur. home tabı. Yox, başqa bunun şeyi yox. Müəllim 43-də cavab nə oldu? 43-də A. A variant. Burada çıxardı, mən üstə gələ yazmışam saçım. Onu da yazdım. Burada mı nə tapmısınız? Bu da asandır. Onluğa variantı. gətirib ikiliyə çevirirsiniz. E B variantı. variantı. E, D. D, D. D. D, bəli. Dərbənd. 51 Bunu mən aldım eləyə bilmədim müəllim. Necə? Bunu mən eləyə bilmədim. Saç demişsə mən keçmişəm. Mən də Xeyr. səhv eləmişəm. Bəs keçiblər. Əslində keçiblər bəli. Deməli bunu onluğa gətirirsiniz hamısını. 2 üstü 0, 2 üstü 1, 2 üstü 2. Yəni onluğa bu cür gətiririk. 2 üstlərin qüvvətini yazaraq. Burada 0 gedir, qalır 1 vur 4, üstə gələk 1 vur 2. Bu edir 6. Plus. Bunu da onluğa gətirirsiniz. 16 üstü 0 1 eləyir. 16 üstü 1-dən 16 eləyir. Ümumi toplayanda olur 1 vur 16, üstə gələk 4 vur 1. 20. Bu da 25'dir. Bilirsən, onluqda deyə buna da dəymirik. Ümumi cavabı bunları toplasanız 51 alırıq. Amma biz onluğa keçdik. Onluqdan da ikiliyə keçməliyik. 2-nin qüvvətləri ilə yazsaq, içində hansı yerləşir ən böyük? 2 üstü 5. 5. 32 yazdım, qaldı 19. 2 üstü 4, 2 üstü 4. qaldı 3. 2 üstü 1, 2 2 üstü 0. üstü 0. 5 var, 4 var. Yəni olanların yerinə 1 yazıram. 5-in yerinə 1 yazdım. 4-ün yerinə 1 yazdım. 3 yoxdur, 0. 2 yoxdur, 0 0. yazacağım. 1 var, 0 da var. Ona görə cavab deyil. Burada 14 ilə 25-i ayrılıqda ikiliyə gətirib sonra toplaya Yox, bilərdik. 2-yi də toplaya bilmirsiniz zaten. Hə, 46-nı təzə danışmışıq. Page setup'ın neçə dənə pəncərə əlavəsi var idi? Margins, layout, paper. Paper. 2, 3, 5. 2, 3, 5. Söhbət bundan gedir. O günlər dedim ki, Deyil daxil müəllim. Nə idi və? Deyir ki, yəni aid deyil. Hə, margins, paper, layout aiddir, amma aid olmayanları da ki, cavabını çıxırsınız. 1, 4, 6. Yəni əksin götürürsünüzsə 1, 4, 6. Hı. Qater nə idi? Orada yerləşirdi bu da. Yazılmış burada. Siz mənim hesabınız. Səslənmə sahəsi. 47-ci sualı əzbərləyin. Çox önəmli sualı qəbula dəfələrlə düşür. Burada iş masasının arxasında şəkil qoyursunuz kompüterinizdə. Onu bir neçə cür seçə bilərsiniz. Onu düz mərkəzə yerləşdirə bilərsiniz. Kənarlarını darta bilərsiniz. Nə bilim, balaca qutu formasında qoya bilərsiniz. Bir də span.
Bu da elə stres kimi bir şey. 1, 4, 6, 7. Çətin sualdır. Biraz dərindədir. Windows'un lap dərinliyindədir. Yalnız bunlardır, yoxsa bunlardan başqa da var? Center, stres, tarih, spam. Yox, bunlardır. Deməli, bir də ki, bu düsturu məncə yox, keçməmişsiniz də qlobal. Amma belə testlərdə izah eləmişəm. BPIs bərabər nəyə? Bərabərdir. Bu Bit sual vurub iki variantda düşürük. Bir də Oda. yazır ki, şəkli mərkəzə yerləşdirmək. Hə, mərkəz desə asan deyə əslində. Bu neçə dənə olduğunu seçmək çətin. Onda burada nə edirik? 8800-i böləsi 2200-ə. 4. 4. Sonra alqoritm. İnşallah sizə də belə asan düşər. 13'tü bu. Amin. 13 tapmışam. A5 Son B cavab 7. burada. A B-dən böyükdür. Xeyr. 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 B olur 8. Əvvəlki B-ni 8. silirik. A-nın 13 B-ni toplayırıq. 12. 5 plus 8. 13. 13. Bu da ki maraqlı sual idi. Bax, Unicode-da hesablayasınız hər birini. Unicode-da bir simvol nə qədərdir? 2 bayt. Byte. Var. 5 sonraki simvol nə qədər eləyir? 1024 bayt. 1024. Cavablarda 1024 bayt var. Onda 1-ə D, həm də 8192 bit var. Çünki bunu bitə çevirib baytı. Onda A deyilmiş 1-ə. Sonra 1792-ni 2 bayta vursaz 3000 nə qədər eləyəcək? O da bir dənə C-yə uyğundur. 3000 nə qədər bayt eləyir? Onda 1024-ə bölürsünüz 3,5 kilobayt eləyir. Düzdürmü? 28762 bit eləyir. C. Eləmir. Yo. Orada Həm B- məncə 28672 eləyir. Yoxsa yox? Müəllim, mən 672 tapmışam. Fikirləşmişəm ki, hesablamada səhv eləmişəm. 762-ni götürüb yazmışam ora. Hə, bax 1792-ni vururuq nəyə? 16-ya. 2-yə. Təzən vururuq 8-ə. 28672 eləyir. Amma burada 767. Yox, B ödəmir. Sonra 2048-i də 2 bayta vursaq 4096 bayt eləyir. Cavabda var? Yox. Amma 32768. 32768. Yəni bu da belə oldu. Burada necədir vəziyyət? Qaldı bir dənə. O nə idi? 2024. O biraz çətin idi. Deməli, mənim sizə borcum bir dənə 2025 qalacaq böyük ehtimal. Lap vaxt qalsa onu da izah edirəm. Problem deyil. 2025 vaxtı asan idi. Gəlin bu linkdə də o birində həll eləyək. 2024-ü. Hara getdi görürəm. 2024. Haradasın? Mən bəs bu ümumi sınaqlar var, mövcud sınaqları, sınaq Hə. 24. Onları bəs izaha veriləcək. Allah izahlarını heç özüm də bilmirəm nə vaxta salım. Biraz çox yükləmişəm. Mən özümü bu qədər şeyə ehtiyac yoxdur əslində. Həqiqətən qəbuldan daha artıq işlər görürük. Yəni bu qədəri qəbul üçün biraz çoxdur. Prosta da mən hər ehtimala deyirəm ki, qoy yaxşı olsun. Yəni ümumi sınaqları bilsin nə oldu. Mən göndərdim yazmadılar. Yığıldı qaldı. 21-dən mən 21 dənə qəbul göndərmişəm. Gedib dərsdə soruşuram ki, neçədəsiz uşaqlar? 21 qəbul göndərmişəm. Amma biri deyir 7-dəyəm, biri deyir 3-dəyəm. Biri deyir müəllim ümumi sınaq göndərirsiniz ki, siz. Mən də fikirləşdim ki, qardaş, bu boşa mən nəyə özümü öldürürəm? Buna heç kim baxmır olsun. İndi düşünürəm ki, vaxt artıqdan göndərilərimi belə çəkib göndərim izahını. Yəni dərsə qoşulan da olmur. İzahları belə çəkib göndərirəm, alınsa baxarsınız, alınmasa da ki. Neyi? Yaxşı. Seçilmiş abzasın mövqeyini bir mövqe yuxarı. Tanış gələr bu sual. Shift alt yuxarı. Düzdür? Bəli. Bəs aşağı deyəndə nə edirdik? Shift alt aşağı. A variantı nə edir? Sətir. Bir sətir yuxarı seçir. Bəs B? Səhvin əvvəlinə aparır. Bir də səhvin əvvəlinə aparır. Sənədin əvvəlinə. Sənədin əvvəl. Sətir Bəs əvvəl E? home deyil.
Bəli. Bəs E Kontrol. Yuxarı aparır bir Səhifə Bir yuxarı. abzas yuxarı. bir abzas. Bu bir sətirdir. Kontrol varsa böyüdür. Bir abzas. Bəs C Hamısını seçib deməli mi? hamısını seçmir. Sənədin Kursordan sənədin əvvəlinə Kursordan gedir. əvvəlinə. Bəli, kursor sənədin sonunda durubsa hamısını seçir. Bəli. Sonra slaydın özünə verilmiş keçid effektləri. Subtle, emphasis və excite. 2, 6, 7. Cavab D oldu, hə, müəllim. Yəni necə? Cavab D-dir də, hə. Burada deyildi. Slayda tətbiq edilən keçid effektlərin kateqoriyaları subtle, yox, biri subtle'dır. 7-8 olar evdə. Biri excite, 2, 7, 8. Mən niyə onu seçmişəm? Slide obyektinə verilmişdi. Entrance, motion pass, exit və impulse. Bu slide obyektinə aiddir. Alqoritm A14, B30, 30 çıxar 2 vur 14. B qalır 2. İndi A B-dən kiçikdirmi? B qiymətini dəyişdi ha. Xeyr. Yox. Onda birincini yazmırıq. Gedib ikincini yazırıq. A, yəni neçə? 14. 14. Üstə gələk 2 vuraq 2. 18. Seyvəz. Kodu, tipi, müəllifi, yeri, adı, tegi. Nəyə dəyişmək olmur? Avarin. A, bəli. Açar sözlər nədir bəs? Tag. Açar sözlər taglər deyə gəlmişim. Burada cavab A'dır. Ha. 22-nin cavabı nə oldu müəllim? 22-nin cavabı 2, 7, 8. Yəni Tamam. C. Sonra baxan kimi görünür də bu format background. Hardalar? Dizayn. Bəzək işte bu da dizayn. Taskbar. Kontekst menüsünə aid olmayan variantları seçin. Yəni bu aşağıda nə görməmisiniz həmişə? Yəni burada nə olmuyor? Burada refreshdir. Bilmirəm, indi bir kompüterləriniz var yoxsa yox. Yəni refresh orada olmur. Refresh ekranın kontekst menüsüdür. Kontekst sağ düyməni vuranda açılandır. İnformasiyanı xaric etmə qurğuları. Loader. Loader. Bəli. Sonra sənədin header footer sahəsinə, yəni bu aşağı və yuxarı hissələri var ya sənədin. Söhbət buradan gedir, o buradan. Bura deyir nə əlavə etmək olar? Gəlin baxaq. Tamam, sonra. Hə. Sənədə bölmə nömrələri. Nömrələr elə oradan yazılmır ki. Oradan yazılır. Bəli. Tarix və zaman da oradan yazılır. Bəli. Ora şəkil əlavə edə bilmərik. Baxan kimi tutmaq olur. 5 getdi, 5 getdi. Haşiyə də aslında burada bu test səhvdir. Haşiyə ilə şərh eyni şeydir. Aşağı o sözün mənasını vermir də aşağıda. Yo. Burada cavab 1, 2, 3'dür. Amma siz haşiyə demişdiniz, səhv eləmirəmsə, Hə, keçən dəfə şərhin dediniz. başqasının haşiyə deyil. Burada cavab 1, 2, 3'dür. Çox anormal sualdır bu. Sonra mütləq ünvanlaşdırma nə idi? B Doğru. variantı. Nisbi ünvanı mütləq ünvanı nə ilə çeviririk? F4 ilə. Bu yadda saxlayın. Nisbini mütləqə çevirir. F4. Sonra Paint proqramı nə üçündür? Qrafik Mas- təsvirləri yaratmaq və Yaratmaq. onları redaktə etmək. Redakt etmək. Bəli, başqa uyğun gəlmir. 31-i nə yazmısınız? B variantı. Y yazmışam. Mən də Y yazmışam. Nə yazmısınız? B. Bunların gəlində hamısını bir-bir hesab edir. Average A1, C1. 7, 12, 8. 27-nin 3 bölünə qalır. 9. 9. 9. Buraya da 9. Sonra A1 plus 4. 11. 11. Bu da 10. 9, 11, 10. 30. Uyğun gəlir. C2, C4. Deməli 10,
Bu neçədir? 6, 12. Sonra A2, A4'ü hansı asandır? Sonra onu yoxlayaq. Average A2, C2. Yox, A3, C3'ü yoxlayaq. Əgər deyək B2, B4'dən böyük olarsa, B2, B4'dən böyükdür. Bu Yox, 11'dir, bu da 15. Yox. deyil. Onda birincini yox, ikincini hesablayırıq. A1 plus 12. 5. Buraya da 12. 12. Ee, bura, bura 12'dir, yaxşı. Sum C1, C3. Count C3. A1, C2'dən bura qədər ədədləri sayacaq. O da 4 dənədir. 4. Bəli, C1-dən C3'ə qədər toplasaq nə eləyir? 22. Burada uyğun gəlmədi. Average A2, C2. A2, C2, 9, 11, 10. Bu nə eləyir? Bu da eləyir 10. Bizə nə lazımdır? 6, 10, 12. 6 eləyən haradır? 6 eləyən yoxdur axı heç burada. C2, C4. 0, 2, 4, 6'dan sonra 10'dan sonra 12'den. Değil. Sonra B2, B4'te 11 var. Burada. Neyse bu sualda ben ya Müəllim, beynimde C3-də cavab 6 deyil. neydi? C3-də. Count A1, C, bu A1 C2'dir. Hə, burada 6'dır. 6, 10. 16, 12. Elə Bura bir nə uyğun eləyir? gəlir. A2 vuraq 3. Bəli, müəllim. A2, A2 nə bu ədəd ki, onu vuranda. Çıxaq deyə C2, bu. C4. 9. 27 çıxaq C1 ilə C2 nə eləyir? 18. 18 qalır 9. 9 dəqiqə 3 12. Hə 6 10 12. Onda cavab B variantıymış. B yazmışdınız. Bəli. B-dir bəli. Interfeysin haqqında hansı fikirlər doğrudur? Susmaya görə klasterin ölçüsü 4 kilobaytdır. Bu düzdür. Yalnız flash yaddaş tipli mobil daşıyıcıdan istifadə edilir. Yox. 3 düzdür. Bir də 4 düzdür. Bayaqları mənim deməmişdiniz, rəqəmlərlə Yox, o interfeysdə olmur. müqayisədə üstünlük olanda idi. Burada müqayisə deyil axı. Kompüter hansı əlamətlərə görə nəsillərə bölünürdü? Element bazasına görə. Element Yəni, element bazası. En bazası. fazlasını görün. Sonra 34-cü sualı özü düz götürür. Windows 11-də belə şey yoxdur. Bunu dəyişdilər. Burada maraqlı sual 35-dir. Bax, əsl qəbulun düşən suallar. Keçən də belə bir şeylər düşmüşdü. Kimdən tapılıb? D yazmışam. Y. Üstüdə orta deyəsən. Y. Cavab 3'dür. Baxın. Qurbanlı AK kimdirsə, onun yalnız qız evladlarını istəyir və qız nəvələrini istəyir. Siz düşünmüsünüz ki, oğlan evladlarını çıxaq, qız evladlarını tapaq, sonra da qız evladlarının evladlarını tapaq. Amma yəqin Amma oğlan düşünmüsünüz ki, evladın da qızı tapılır. oğlanın da qızı ola bilər. Bax, qurbanlı AK budur, düzdür? Bunun kodu neçədir? 44. 4. Bunu qoyuruq birinci valideyn yerinə. 44. Bir buradadır, bir də burada. Bunun iki evladı var. Kimdir bunun evladları? 25 ilə 34. 25 və 34. Amma bizə bunun qız evladı lazımdır. Qız evladı ilə qız nəvələrinin cəmi. 25 kimdir? Kişidir. Bu getdi. Yedi. Bəs o bir nə idi? 34? 34. Hə, o Bəli. qadındır. Bax, bir qızı var, Pilus, amma ta qızının qızını axtarmırsınız. Oğlunun da qızını axtarmalısınız. Oğlu kim idi bəs? Hə, yox, indi 25 ilə 34-ün evladlarını axtaracağım. Bax, 25-in bir övladı 26-dır. Sonra 25-in bir övladı 54-dür.
34'ünde bir dənə evladı var, 35'dir. İndi Həm 26, 46 var. 30. Hə? 34'ün 46'sı da var axı aşağıda. Hə, bir dənə 46. İndi bax, 26, 34, 35, 46. 26 kimdir? Kişi, bu getdi. 34 kimdir? Qadın. Qadın. 35, bu da qadın. 46 kişi. Onu etsə nə olur? 3 dənə. Bu sual çətin imiş biraz. Saçdırıcı mən orada siz çox adam saçır, götürür qız evladını tapır, qızının qızını da tapır, amma oğlunun qızını tapmır. Cavab ona görə 3 olur. Aşağıdakilərdən hansı yanlışdır? DVD-ROM verilənlərin yazıb oxunması üçündür, düzdür. Flashkartdan silinən fayllar zibil qutusuna düşmür. Flashkart Bəli. kompüterin deyil, axı o kənardan gələn bir şeydir. Yanlışdır, ona görə bunu götürürük. Kompüter söndürülükdə əməli yaddaşın məzmunu saxlanır, yoxsa itir? İtir. Əməli yaddaşdan saxlanır. Yox, itir. Bu da səhvdir. Onu da götürürük. Qrafiki planşet əlimdəkidir. Verilənləri xaric edir, yoxsa daxil edir? Daxil edir. Daxil edir. Bəli. Flashkart daşınılan yaddaş qurğusu olaraq düzdür. Xüsusi kontrol və Düzdür. interfeysdən ibarətdir. Mikrofon səsi elektrik siqnalına çevrilməsini təmin edən çıxış yox. Girişdir. Giriş qurğusudur. Daxil Kompüter edir. işləmə sürəti prosesorun 1 saniyədə yerinə yetirdiyi əməliyyatların sayıyla təmin olunur. Bəli, onu da deyirik tak tezliyi. Doğru. Onda oldu 2, 3, 4, 6. E variantı. Tak tezliyin ölçü vahidi nə idi? Megahertz, gigahertz. Bundakı 2-dən 10'a çevirirsiniz. 2 üstü 0, 1, 2, 2 üstü 3, 2 üstü 4, 2 üstü 5. Səhv eləmirəmsə 57 edir. 38'i Müəllim, onu 0, 1, 2, 3, 4 kimi yazmırdı ustalarım. hə, elə 0 yazında afal 2 üstü 0, 1 verir axı. 2 üstü 1, 2, 2 üstü 3, 4. Yox, 2 üstü 2, 4. Belə yazıram. 38'i əzbərləyin. Burada xüsusi əməliyyatlar not nuldur. Sonra like-dır. Bir də ki is nuldur. 1, 5, 7'dir. İnşallah belə suallar 2024 həqiqətən çətin olur. Baza proqram təminatı adında nə olurdu ancaq? Əməliyyat. Əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi, əməliyyat sistemi. Əməliyyat sistemi. 1, 2, 6. OCI modelinin şəbəkə səviyyəsində işləyən fiziki olaraq müxtəlif protokollu və 2 də daha artıq kompüter şəbəkələrini birləşdirir. Müxtəlif protokol. Bu Marşrutlar, marşrutlar. Həmçinin tələbələr deyirəm ki, bu marşrutlaşdırıcının şığları var. Bir ahəng yaradıb bizi aparır, şəbəkəyə çıxardır. Printerin sürətini verib 5S düsturudur. Bax, sürət var. Bir dənə saniyə yoxdur. 32-ni vurasınız 48-ə, vurasınız 25-ə. Elə ki, 2 üstü 5-dir, 48-də yazıram 3 vurar 2 üstü 4 kimi. Onu da vururam 25'ə, Unicode da deyir, vururam 2 üstü 1'ə. Bu elədir byte. Onu da bölürəm 1 kilobayta, yəni 2 üstü 10'a. 2 üstü 9, bu deyir 2 üstü 1, 2 üstü 10. Bunlar gedir, cavab nə qalır? 100 yazdım. 3 vurar 2 üstü 4, 2 üstü 5. Bu 25 də, 2 üstü 75 qalırdı ona. Bəli. Bir şey. Sonra Mac ünvanlardakı keçəcək inşallah. Mac Düzəlib. ünvanların açar qaydasını deyim. 16'lıq say sistemindir. 6 hissədən ibarətdir. Hər hissədə 2-2 olmalıdır. Bax, burada nə səhvdir? 3 dənə rəqəm var. Bu getdi. B-də düzdür. Bax, fikir ver. 1, 2, 3, 4, 5, 6 dənə hissəsi var. Hamısı 2-2 düzəldilib və 16'lıq say sistemindən kənara çıxmıyor. 3'də səhv odur ki, 7 dənə hissədir. 7 dənədir. Burada səhv budur ki, 3 dənədir. 4 dənə. Burada düzdür. 6'dır. Hamısı 16'lıq say sistemi. 2, 5. Всё, cavab 2, 5. 40'cı gəlin hesablayaq. Average A1-dən B4-ə qədər. A1, B4. Yəni buradan baba bura qədər. Ədədləri toplayırıq. Nə eləyir? 10,
12, 22. 22. 22. Üzerine gəlsiz 4. 26. Bu da 9. 35 dənədir. 35 eləyir. 7 dənə rəqəm toplamısınız. 35-i 7-yə bölürsünüz. 5. 5. 5. Forvet Beş. D2 üstü B3. Yəni 5 üstü B3 neçədir? 2. 25. 5'in karesi. 25. Count if verilmiş diapazonda 5'ləri sayır. Dırnaqda 5'ləri saymır ha. Bu şərt onsuz da dırnaqda verilir. 5 neçə dənədir burada? Bir dənə. Sağam toplayıram. D2-dən D4-ə qədər. Neçə eləyir? 31. 31. Üstə gəlirəm B4. 9. 7-ni. 7. Üstə gəlirəm 9. Eləyir 57. Yox, 47. 47. Mətn prosesinə bağlı doğru Nadir müəllim, bir dənə sual verə bilərəm? Üzr istəyirəm. Bundan əvvəlki suala bir dənə qayıda bilərik. Orada məsələn count if var idi. Siz Aha. A1 ilə C5-i C4. seçdiniz. Niyə iminlə 5-i seçdi? Deyirəm Bilirəm burada ki, 5'ləri sayın. dırnaqda verdiyi 5-i. Yox, dırnaqda yox, dırnaqda yox. 5'i sayın, iminli 5'i sayın. Yox, yəni dırnaqda verir ki 5, Hə, orada hə, başqa dırnaqda rəqəm də ola verdiyinə görə bilər də. sayırıq. Aydındır, çox sağ olun. Mətnin bir neçə sütunlara ayrılması insert tabından yox, layout tabındandır. Maksimum neçə sütuna bölə bilərik? 45. 45. 5. Bu səhvdir. Eyni zamanda iki sənədi ekranda göstərilməsi Windows tabındandır. Bu düzdür. Bayaq dedik. Sənədə Bax, footnote Windows review'dan deyil. yoxsa referensdəndir. İstinadan referans. Referans. Referensdir, yanlışdır. Seçilmiş sözü hecalara bölmək page setup'dan